Baxın, bütün aparatları gətiriblər. Görürsünüz. Bax. Kvadratı 1 manat 80 qəpiyə. Baxın qızlar. Görürsünüz. Bax, bütün hər bir şeyi özləri gətiriblər. Bütün ləvazimatlarını gətiriblər. Bütün hamısını özləri. Bax, pişiklərim də qorxusundan buraya girib. Bu qızlar bir dənə baxın sizə Allah. Buna baxın, buna baxın, buna baxın. Qorxularına hara girib. Gəlin şunları alsın. Bax, təmizləyirlər orada, sağ olsunlar. Qoy bir dənə belə çevirin. Divanımı da yuyurdular qızlar. Bu gəlim oturmu yorğuna. Hə qızlar, belə 1 manat 80 qəpik. Günay təmizlik şirkəti. Divanın qiyməti ayrıdır, yox aşkım. Hamısı daxildir. Yumuşaq mebellərimiz, lüstrlarımız, patologlarımız, aboylarımız, matroslarımız, hər biri daxildir. Hər biri matroslar, hamısı. Hamısı daxildir 1 manat 80 qəpiyə. Kvadratı 1 manat 80 qəpiyə. Yumuşaq mebellərimizi təmizləyirlər, yuyurlar, pərdələrimizi yuyurlar, şüşələrimizi silirlər, lüstrlərimizi təmizləyirlər, evlərimizi bax, gördüyünüz və görmədiyiniz nə varsa hamısını dibdən yığışdırırlar, hər şey daxil. Qiyməti 1 manat 80 qəpiyə. 1 kvadratı 1 manat 80 qəpiyə. Video paylaşacağım, videonun altından qeyd edəcəm səhifələrin. Hamamı, tuvaleti, yumuşaq mebeli, hər biri kvadrat 1 manat 80 qəpik. Yox aşkım, mən günəldə işləmirəm. Günəldən çıxmışam. Ya aşkım, gör neçə vaxt çıxmışam. Bir kvadratı 1 manat. Eviniz 50 kvadratı 1 manat 80 qəpikdən hesablayın da ay bacı. 92 kvadratı vurun 1.80-ə. Çay qaynasın, bir dənə çay içim ay bacı. Elə çay istəyirəm, elə çay istəyirəm ki. Allah haqqı. Amma yaraşdır, yaraşır. Nəyə yaraşır bacı? Qaşınızda nə olub? Az qısaltmışam da. Nə canan yeridir bacı? Necəsən zehin və bədən? Ay bacı, ağzıma bir dənə şokolad qoyan kimi sırası gəldin, gül atdın ki, yəni mən buradayam da, hə? İmkan vermə, ağzımıza bir şirin şey qoyaq. Canım sən Aykam, çox sağ ol. Can. Nə qədər yeyirsən, kökəlmirsən, çünki zehin və bədənə qoşulmuşam bacı. Bu haqda axşam danışacaq, amma zehin və bədən bax yuxarıdadır. Görürsünüz, yuxarıda. Bax, gəldi, özün yetirdi ki, mən buradayım, Vüsayə. Zehin və bədənə qoşulub, arıqlayıram bacı. Onunla arıqlayıram. Mən arıqladan odur. Nə geyinirəm, əynimdən tökülür. Keçən il aldığım paltarlarım əynimə 5 razmer boşdur. Kimin sayəsində? Bax, bir də bu yuxarıda gördüyünüz bu qızın sayəsində. Özü də bir damcı deyə Allah'ın da olsun, 40 kilodur, neçə kilodur bilmirəm. Özü arıqdır deyəni istəyir bütün Azərbaycan arıq olsun. Şokoladı hardan almışsan? Bravodan. Aşkım, çıxıb gedirəm, o demək deyil ki, bacı qurban, ömürlük gedirəm. Hələ ki, ömürlük getmirəm. Hələ ki, 1 aylıq gedirəm. Gedim görüm, qalıb örgəşə bilsəm, övladlarımı da özümdən aparacam. İnşallah, Allah qoysa. Hə. Allah qoysa, inşallah. Gedim bir dənə, 1 ay qalım orada. Hələ ki, demirəm hara gedirəm. Nə bacı, gedəndə bilərsiniz. Hara getdiyimi səhifəmdə qalım. Paylaşım edəcəm. Yaxşı. Maşınım bir kraskadadır. Deyirəm ki, qızlar, başı bağlı oldun, başı açıq oldun. Həqiqətən də, gərək insan olsun.
Nə onun insan olmaq, adam olmaq, adam kimi adam olmaq, nə onun hicabına baxır, nə onun əyninin başına baxır. Həqiqətən də nəfəs Quran haqqı. İnsanlar çox qəribədir. Çox qəribədir. Nə bilim, bilmirəm. Ona görə həmişə qızlar, kim olursan ol. Mən heç kimə ağıl vermirəm. Şükür Allah, hamınızın ağlı da var. Şükür, məndən də ağıllısınız. Allah hamınızın canını sağ eləsin, ömrün uzun eləsin, cibin dolu eləsin. Allah arzularınıza çatdırsın. Allah Taala sizə möcüzələr yaratsın. Heç bilməyəsiniz o pullar hardan gəldi, hara getdi. Allah köməyiniz olsun bacı qurban. Gözəl bacılarımız. Sizə ağıl zat vermirəm. Şükür Allaha, ağlınız məndən də ötədir. Amma ön yargılı olmayın. İnsanları yargılamayın. Həqiqətən də. Bir də ki, bax bu ağzınızdan söz çıxır ha. Kimisə qınamaq, kimisə dalıca danışmaq. Bax bu ağzına söz çıxır ha. Ona diqqət eləyin ki, ağzınızın bəlasına düşüb cəmaatdan üzr istəməyəsiniz. Pis vəziyyətə düşməyəsiniz. Burayla fikirləşin, beyinlə fikirləşin. 3 dəfə, 4 dəfə içinizdə sözü təkrarlayın. Qulaqlarınızla eşidin. Sonra onu çıxardın. Ki, sonra kimdən nə üzrxahlıq eləyəsən, nə bilim, nə eləyəsən, ani qərar verməyin də. Yəni, başa düşdünüz nə demək istəyirəm. Eləmərəm deyib eləyirsiniz. Olmaz deyib olur. Yəni, belə şeylər eləməyin, valla. Evi satdınız, yox. Satmamışam. Hayır, bacı satmamışam. O qədər TikTok yazıq bezib eləmərəm deyənlərin hamısını görür. Hamısın. Şükürlər olsun. Yazıq TikTok dil açıb danışacaq. Onu eləmərəm deyirsən, bunu eləmə, ağırda hər şeydə. Bəs sürün də. Bacım, mən bir dənə demişəm ki, mən heç vaxt ərə getməyəcəm. Görürsən, mən o sözümü yiyəcəm. O sözü demişəm, bir dənə eləmərəm onu demişəm mən. Demişəm, mən heç vaxt ərə getməyəcəm. Hə, bacı, bir dənə onu demişəm mən. Mən heç vaxt pullu kişiyə, milyoner kişiyə, mənə ev alan, maşın alan, çoxlu pul xərcləyən kişiyə heç vaxt ərə getməyəcəm. Yaşı 57-58 olan, boy 1.75-1.80 olan, milyoner kişiyə heç vaxt ərə getməyəcəm bacı. Əgər getsəm, gəlib burada danışarsınız. Yaxşı? Yaxşı bacı, gəlib deyərsiniz burada ki, sən də deyil, sözünü yedin, dedin getmərəm, getdin. Bəs deyirdin, milyoner kişiyə getməyəcəm. Və necə oldu, getdin? Gəlib deyərsiniz, yaxşı bacı? Hə. Bakılıları təbrik eləyirəm, Allah ruzunuzu bol eləsin, xarici ölkəyə getməyəsiniz. O qədər milyoner olasınız ki, bacı, gedib başqa ölkəyə getməyəsiniz pula görə. Gözəl bacım, həqiqətən də Bakıda çox az sayda Bakılı qalıb. Müəyyən səbəblərə görə indi mənə o maraqlandırmır. Sən Allah, çox böyük danışmayaq. Hə, ona görə Allah birinci ruzunuzu getirsin. Mən bilirəm ki, pulsuzluqdan insan hər yerə gedir. Xarici ölkəyə gedir. Bu günlərim qabağıma bir dənə video çıxıb, çox pis olmuşam, hətta ağlamışam. 99 təvəllüdlü Tərtərdə yaşayan bir oğlan uşağı xəstədir deyə, uşağının müalicəsini çatdıra bilmir deyə gedib Rusiya könüllü olaraq müharibədə iştirak edir ki, ona pul versinlər. O videoya baxıb bu gün o qədər ağlamışam.
Çox pis olmuşam. İnsanı Allah Taala nə övladı qarşısında, nə valideyni qarşısında heç vaxt aciz eləməsin. Amin inşallah. Amin, 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 amin inşallah. Yəni ona baxıb çox pis olmuşam həqiqətən də. TikTokda da ürəyim, TikTokda. TikTokdadır. Yəqin sizin də qabağınıza çıxacaq. Çünki neçə dənə videosu çıxdı qabağıma. Tərtər sakini 1999-cu il təvəllüdlü bir övladı var. Övladı da nəsə xəstədir. Aylıq ona nəsə ödəməlidir. Ödəyə bilmir deyənə gedib könüllü şəkildə Rusiyada müharibəyə qoşulub. Yox. Qəfədən qaynadı. Az qəfədən deyil. Az gəl bu tərəf. Az deyən görüm çay için bir dənə. Həcci ilə sever işləyir. Allah işlərini avan döləsin. Dadi. Sənin başına daş düşməsin. Dadi, hara çıxmırsan? Gözlüyüm başı. Özümün sayısı üzüm. Şeylər necədir? Yaxşıdırlar aşkım, çox sağ ol. 56 yaşında kişini bəyənmir. Kim bəyənmir? Mən bəyənmirəm. Niyə bəyənmirəm? Nə olub 56 yaşında kişi? Niyə bəyənməyim ki? Başa düşmədim. Çay verim sizə. Kola var. Kola vereyim. Aferin xanım. Elif, aferin tutuqanı orada. Samirə xanım, başıva dönərəm. Yo, niyə bəyənmirəm? Bəyənirəm. Bacı, elə yazma. Elə yazma bura. Dilimizi bilmir, tərcümə eləyirik, bacı. Yazma elə. Ay Samirə xanım, üstünə basır, tərcümə eləyirik. Onda tərcümə proqramı var. Elə yazırsan, sonra xətrinə dəyir. Mənə deyir ki, sən orada nə dedin ki, onlar elə yazırlar. Yazma elə, bacı. Allah haqqı, dilimizi bilmir. Orada belə basır, tərcümə eləyirik, bacı. Yazıb ki, Həcci bunu qovdu. Hə, Həcci mənə qovub, amma neyse, nəhlət səni çox şey etəməm. Yanımdaymış, bacı Həcci mənə qovanda. Fikir vermə. Qızlar, mən işdən özüm çıxmışam, qurban olum sizə. Özüm. Həcci ilə də görüşürük. Yalan olmasın, bir həftə olmaz, bir 10 gün olar. Bundan qabaq Crazy Mosquito'da görüşdük axşamüstü. Oturduq, yemək yedik bir yerdə.
Yəni Həcə ilə görüşürəm də, danışıram da, telefonla da danışıram, WhatsAppla danışıram. Niyə çıxdı? Ürəyim, belə lazım idi, qurban olum. Belə lazım idi. Çıxmalıydım mən. Bax, sildin sən onu, mən onu çəkə bilmədim. Öz səhifələri olanı blok eləmə. Dövlətimə qurban olum, bax, payım verəcək. Elə adamları, öz səhifəsi ilə yazan adamları blok eləmə ürəyim. Zehinvədənin gözündən İraq yerə. Aytacın gözündə 1, 2, görürsünüz? 3, 4, 5. 5 dənə şokolad. Gördünüz? 5 dənə şokolad yedim. Çayımı hələ içib qutarmamışam. Hə. Maşımı dəyişməmişəm, aşkım. Maşımı vurmuşam. Güneldə çox... Hə, ay sağ ol. Güneldə çox əziyyətim var idi, ay bacı. Yox, aşkım. Nə mənim, nə məndən qabaq güneldə işləyənlərin, heç birimizin əziyyəti yoxdur, bacı. Pulumuzu alıb işimizi görmüşük. Biz müftə güneldə işləməmişik, gözəl bacım ki, mənim orada əziyyətim olsun. Güneldə əziyyəti olanlar günelin müdürüdür, günelin başçısıdır, həcidir, güneldə çox-çox əziyyət çəkir. Nə mən, nə orada işləyən Günel xanım, nə ondan qabaq işləyən Ləman xanım, nə ondan qabaq işləyən hansısa Nərmin xanım, heç birimizin Güneldə əziyyəti yoxdur. Əziyyət çəkmişiksə də pulumuzu almışıq. Heç kim gedib müftə heç arada işləməyib, ay bacı. Qurban olum. Günü bugün məni həci çağırsa, uzaq başı ya bir dəfə gedərəm pulsuz, ya 2 dəfə gedib modelli eləyərəm orada. Patoloqu 2 dəfə gedərəm. Mən heç vaxt gedib orada daimi pulsuz işləyə bilmərəm. Düzdürmü? Mənim orada nə əziyyətim olur, bacı? Gedib 15-20 dənə paltarımı geymişəm, canlı yayımı açmışam, 3 saat vaxtım idi mənim iş saatim. Eləyib pulumu da alıb gəlmişəm, qurban olum. Heç kim gedib orada əziyyət çəkmir. Təbii ki, hər işin öz əziyyəti var. Mağazada satıcı işləyirsiniz, əziyyət çəkmirsiniz, çəkirsiniz, düzdür? Zəhləm gedir süpürgəçi sözünə. Süpürgəçi işləyirsiniz, əziyyət çək. Deyək, xanımlar gəlib mənim evimi təmizləyir. Əziyyət çəkmirlər, çəkirlər. İndi bu o demək deyil ki, bu evdə əziyyət çəkib. Elə şey olur. Hər kəs hardasa işləyirsə, əziyyətin qarşılığını pulla alır. Biz də həmçinin. Ay bu Güneli heç kim tanıtmayıb. Nə mən Güneli tanıtmışam, nə Güneli tanıdıb, nə Nərmin Güneli tanıdıb, nə Ləman Güneli tanıdıb. Günel özünü tanıdıb. Çünki ən ucuz qiymətlər oradadır. Özünü tanıdıb. Yalandan xahiş edirəm, çox-çox xahiş edirəm. Elə şeylər yazmayın. Ürək bulandırıcı sözlər yazmayın. Nə Günel mənə görə tanınıb, nə Nərminə görə tanınıb, nə Ləmana görə tanınıb, nə Günelə görə tanınıb, nə də hansısa bir sevərə görə tanınıb. Heç kimə görə tanımıyor. Biz sadəcə olaraq reyting üçün orada işləmiş bir şəxslərik. Reyting, hər bir kəsin reytingə ehtiyacı var. Məşhur müğənni də olsan reytingə ehtiyacın var. Məşhur savadlı həkim də olsan reytingə ehtiyacın var. Çünki 21-ci əsrdə yaşayırıq biz. Cəmaət o boyda mağaza açıb, o boyda şəbəkələri var. Bizə görə işləyir o. Təbii ki, yox. Onun özünün müştərisi var. Çünki qiymətləri normaldır. Çünki ən ucuz qiymətlər orada olur. Deyir, imam üçün ağlayanda birazca gəlib oturun, Yezid üçün ağlayın. Çünki insanlara pis davranmırlar. Çünki çox yaxşıdırlar.
Mən bilmirəm kimə model deyirsiniz, kimə demirsiniz, kim özün model kimi görür, kim görmür. O məni maraqlandırmır. Mən şəxsən deyirəm ki, bu mənim şəxsi fikrimdir. Mən Azərbaycanda bir dənə model tanıyıram, o da Semradır. Mən o qızdan ötürü ölürəm də. Bayılıram da o qızdan. Bayılıram. Yox bacı, biz model deyilik. Mən şəxsən öz adıma danışıram, heç başqalarının adına danışmıram. Bədənin düzəltdirmiş, arıqlayıb özün o vidə salmış, mən özümdən danışıram bacı. Boyum 1.70 deyil. Heç bir yarışmalarda iştirak eləməmişəm. Model kimi adım çəkilməyib. Mən yalandan niyə modeləm deyim? Bir şey olur. Xeyr, mən həmişə demişəm, mən heç vaxt özümə model deməmişəm. Mən demişəm ki, mən mağaza təqdimatçısıyam. Mağazanın təqdimatçısı. Ay mən modeləm, ay mən Günelin modeliyəm, heç vaxt o sözü deməmişəm. İndiyənə qədər demişəm, deyin demisən Vüsailə, niyə yalan danışırsan? Həmişə demişəm ki, mən model deyiləm, mən təqdimatçıyam. Öz evində, hə. Qaşlarımı qısaltmışam ya aşkım. Bura qədər eləmişəm, qısaltmışam qaşlarımı. Nərmin xanım çox yaxşı xanımdır. Çox yaxşı xanımdır. Həqiqətən də siz Nərmini yaxından tanımırsınız, bilmirsiniz. Mən ondan neçə vaxt işləmişəm. 8-9 ay ondan bir yerdə işləmişəm mən. Nərmin çox yaxşı xanımdır, həqiqətən yaxşı xanımdır. Bəzi xüsusiyyətləri var, hə, belə qışqıra-qışqıra danışmağı var, tez-tez danışmağı var. Hər insanın bir qüsuru var. Mənim də, məsəl üçün, yeməyimi bəyənmirsiniz siz. Hər insanda bir qüsur var, aşkım. Qüsursuz insan yoxdur, gözəl bacılarım, yoxdur. Elə bir insan görsədin ki, mənə, o insanın qüsuru olmasın. İnsanları gərək öz qüsurları ilə sevəsiniz. Yəni, Nərmin xanım ola bilər sizin xoşunuza gəlməsin, ola bilər qıcıq versin. O yazıq da neynəsin, görür ki, normal videoya baxmırsınız, o da götürür qıcıq verici sözlər deyir ki, siz qıcıqlanıb, komentariya yazasınız, komentariyada çox olanda kəşfətə düşür. Başa düşürsünüz? Yəni, qurban olun, başınıza dönərəm. Qıcıqlanmayın hər şeydən. İnsanları boş verin, özünüz üçün yaşayın. Yox aşkım. Ürəyim istəmir ya aşkım. Biri yazıb ki, Gülxanım modeldir, biri də yazıb ki, yox, o bes modeldir. Allah, belə bir şey yoxdur. Aşkım, siz də, bax, xətrinizə dəyməsin. Allah Taala hər insanın öz ruzusunu verir. Hər insan. Elə bir insan yoxdur ki, Allah ona ruzu verməsin. Qurban olum Allaha. Allah o qədər gözəl Allahdır ki, hər insanın bir yerdən ruzusunu verir. Düşdüm dediyin anda ilk səni Allah qaldırır. Baxın qızlar, deyirsiniz ki, nəsə də kimsə haqqında danışanda bəyənmirsiniz. At çəkməyəcəm. Bəyənmirsiniz. Amma o insanları qaldıran da sizsiz axı. Sizə ürəyim. Siz like eləyirsiniz, siz videonu kəşfətə salırsınız, siz eləyirsiniz və siz məşhur eləyirsiniz. Qurban olun. Siz bəyənməsəz, o insanlara tələbat olmaz. Siz onları bəyənirsiniz deyənə, siz onlara like verirsiniz deyənə, siz onların videosunu kəşfətə salırsınız deyənə, onlara tələbat daha da çoxalır. Gözəl bacılarım. Mən özüm çıxdım, ürəyim, özüm. Yəni, gedib həcdən də soruşa bilərsiniz də. Yəni, mən özüm çıxdım. Mən işdən özüm çıxmışam, ürəyim.
Qaşlarımdan danışmayın. Belə duyalanacağım ki, görməyəsiniz qaşlarımı. Qaşımda nə qədər çapıq var? Bir dənə. Bir bu. Bir dənə çapığım var. Aşkım, badəm göz istəmişəm. Bir bura çapıq salıb, bir də bura. Güya badəm göz eləyibdi. 2 dəfə əməliyyat eləyib. Hə? Qızlar gözlüyün gəlir.